Ədədin kəsr hissəsinin tapılmasına aid misalın izahına baxaq. Şərtdə bizə 9 çıxılsın kök altında 29 ədədinin kəsr hissəsini tapın deyir. Əvvəlcə biz bilməliyik ki, ədəd bərabərdir tam hissə üstəgəl kəsr hissədir. Bizdən kəsr hissəni soruşursa, yazırıq ki, kəsr hissə bərabərdir ədəd çıxılsın tam hissə olacaq. Şərtdə bizə ədəd 9 çıxılsın kök altında 29 şəklində verilib. Kökdə 29 5 və 6 arasında yerləşdiyinə görə ona bir təqribi qiymət verək. Məsələn olsun 5,4. 9 çıxılsın 5,4 bərabər olacaq 3,6-ya. Deməli, verilmiş ədədin tam hissəsi 3-ə bərabərdir. Bizdən kəsr hissəni soruşur. Onda yazırıq ki, kəsr hissə bərabərdir ədəddə 9 çıxılsın kökdə 29 verilmişdir. Çıxılsın tam hissə. Tam hissəni də buradan tapdıq ki, 3-dür. Bunda yazırıq çıxılsın 3. Bu bərabərdir. 9-dan 3 çıxsaq 6, çıxılsın kökdə 29-da yazırıq. Deməli, verilmiş ədədin kəsr hissəsi 6 çıxılsın kökdə 29-a bərabərdir.